Əslində burada maraqlı bir taktika var. Bütün dünyanın bildiyi bir dənə taktika var. Bir və sonuncu cümlə üzərində işləyib tapmaq. Məsələn, çox vaxt tələbələrə deyilir ki, ya internet videolarına baxa bilərsiniz, fərqi yoxdur. Bir və sonu oxu, cavabı tap, düzdürmü? Və yaxud da Hindistanların bəzi taktikalarını deyim sizə. Hindistanlar deyir ki, birlə ikinci cümləni oxu, bir də sonuncu cümləni oxu, cavab tap. Və nə qaldı? Elə hamısını oxumuş da düzdür. Amma burada taktika nədən ibarətdir? Birinci belə bir məsələ deyim sizə. Siz readingə girəndə promoy reading mətnini oxuyub girirsiniz, yoxsa suallardan başlayacaqsınız? Mən suallardan başlayıram çox vaxt. Aha. Məndə də olur. Bir sual oxuyum. Ancaq suallardan başlamaq. Əslində qayıt belə bir söz deyim sizə. Demirəm ki, mətni incələməyin. Mətnə bir göz baxın. Bax məsələn necə? Məsələn görürsüz illəri görürsüz, bax məsələn illərdir. Fikir versiniz bunları. Avropa söhbətidir, Mərkəzi Asiya söhbətidir və s. və ilaxır. Görürsüz guys. Yəni bizə lazım olan hissələrə göz atırıq ki, bizim qabağımıza çıxanda ən azından tez təxmini də olsa yerini bilə bilərik. Əslində mətni oturub 6-7 dəqiqə oxuyan tələbələr var. Bu səhvi eləməyin. Çünki 60 dəqiqə vaxtı guys 40 sualdır. Hər mətndəki suala da 1,5 dəqiqə vaxt düşür. Bilirsiniz nə deməkdir o? 1,5 dəqiqə həqiqətən çox azdır. Amma burada müəyyən strategiya tətbiq edərək. Bir də belə bir söhbət var da, qəs. Elə sual var ki, onu test yapacaqsınız. Məsələn, 20-25 saniyə. Avtomatik digər suala vaxt verəcəksiniz. Başa düşdünüz? Ona görə də strategiyalar və sözlərlə çox işləməlisiniz. Gəlin başlayalım. 10 dənə Rum rəqəmi verir. Düzdür, qəs? 7 dənə də nəyimiz var? Sualımız. Birinci paragrafdan başlayıram. A paragrafı. Baxın, qəs. Burada əslində taktika nədən ibarətdir? Bir və sonuncu cümləni görürsünüz, düzdür? Bir və sonuncu cümlə. Görünür qaysamda. Bəli. Bəli. Bəs mənim burada verəcəyim taktika bir neçə taktika olacaq. Birinci taktika ondan ibarətdir ki, bir və sonuncu cümlənin məna bağlılığı prinsipi varsa bir-birindən, yəni bu iki cümləni bir-biri ilə bağlaya bilirsinizsə, sizin bu orta hissədə oxuyub vaxt itirməyinizə ehtiyac qalmır. Nə demək istəyirəm? Yəni bir və sonu, birinci və sonuncu cümlə strukturasını görürsünüz, bax burada. Bunları oxuyursunuz. Burada məna bağlılığı çıxara bilirsinizsə, yəni cümlənin biri əldən, biri vəldən gedirsə, əlbəttə ki, bağlılıq yoxdur, düzdürmü? Məsələn, deyək ki, iki cümlənin ikisində də, məsələn də, atların nəyindənsə söhbət edir. Baxırsınız ki, burada atların, nə bilim, qədimliyi söhbəti var da, düzdürmü? Ha, orta hissəni oxuyub vaxt aparmırsınız. Gəlin bunu bir yerdə oxuyaq, qəs. Kim oxuya bilər? Birinci cümlə. Oxuyum. Oxu gəlsin. Horses have been racing across the landscape for around 55 million years, much longer than our own species has existed. Sonuncu Axırıncı cümlə. cümləni. This suggests they may be descended from a number of different wild horse populations in several locations. Qəs. Bir və sonun Nərmin xanım oxudu, düzdür? Bir və sonunda ümumi nədən söhbət gedir? Demirəm ha, dərindən tərcümə edin. 30% başa düşməmiz lazımdır. Nədən söhbət getdi qəs? Atların bizdən At daha yarışı. əvvəldən yaşadığını, Daha əvvəl nəyinlər? mövcud olduğunu. Ay, sağ ol. Axırıncı cümlədə də elə onların müxtəlif nələrdə, populyasiyalardan və müxtəlif yerlərdə yerləşmələrindən söhbət edir, düzdürmü? Bəli. Qəs deməli, birinci və sonuncu cümlənin məna cəhətdən bağlılığı var, düzdür? Yəni, tamam bir-birinə əks, zid məna vermir ki. Xeyr. Deməli, atların nəyindən söhbət getdi ümumiləşdirəndə? Mövcud olması, qədimliyi. Qədimliyin mövcud olması. Biz tutduq bu temanı və gedirik indi variantlara. Qays, məndən sizə məsləhət, cavabı axtaranda elə cavabı axtarmayın. Bir oxuyun, səhvi də çıxardın. Orada bridge teması var idi. Yox, növ Yox, yox getdi. idi. Xarakterika teması var idi. Xeyr. Xasil. Xeyr. Az rol oynamaq teması var idi mi? Xeyr. Yox. Yox. Konflikt var. Yox, Yox. yox. Yəni də bridge teması yoxdur ümumiyyətlə, getdi. Uses, istifadə söhbəti var idi. Xeyr. Xeyr. Agriculture, kənd təsərrüfatı var idi. Xeyr.
Qədimilik var idi, düzdürmü? Mhm. Bunu saxlayaq hələ ki. Transport yox idi. Yox. Bu da yox idi əslində. Deməli, cavab nə qalır, guys? Ana 8. 8. Amma bir və son məna bağlılığı olmasaydı, biz məcbur, orada olacaq bir iki dənə variantda ola bilər ki, bir və son məna bağlılığı olmayacaq. Mən ən gözəl yolu çıxarış üsulu var, dədə-baba üsulu. O deyirlər tələbələr. Bir var ki, bəs biz problemimizdir. Tələbələr ancaq cavabı axtarmağa fokuslanır. Mən həmişə deyirəm, bəs cavabı doğru düzgün axtarınca birinci səhvləri çıxarın, səhvlər keçsin. Sonra cavabı axtarın. Düzdürmü? Bax, məsələn, burada B variantının birinci və sonuncu cümləsini oxuyaq qəs bir yerdə. Yenə də kim oxuya bilər? Mən özüm tələbələr oxuduram ki, ən azından səslərini eşidim. Buyurun, Oxuyum. Mən oxuyuram. oxuyun gəlsin. Once horses and humans encountered each other, our two species became powerfully linked. The ways we travel, trade, play, work, and fight, wars have all been profoundly shaped by our use of horses. Hə, birinci cümlədə nə dedi? Atların nə söhbət elədi? Güclü şəkildə İnsanlara bağlılığına, insanlarla. Mhm. Axırıncı cümlədə nədən söhbət elədi, guys? bizim onları Onlardan istifadə istifadədən bir növ. Aysa, nədə istifadə olunub? Travel, ticarət, Ticarət, oyun, oyunlarda, etmək. işdə və döyüşlərdə. müharibə. Deməli, Hı. atların insanlarla bir-birinə bağlılığı və nədən söhbət gedir? İstifadəsi. Bunun bir-birinə əslində cümlə kimi də bağlaya bilərik də, guys. Başqa bir məna deyir ki, demir ki, məsələn, atlar və insanlar birinci cümlədə desəydi ki, bir-birinə bağlı deyil, axırıncı cümlədə də bu cümləni versəydi, hə, bağlılıq olmaz. Amma yuxarıda deyir ki, atlar nə olub? Bir-birinə nə olub, guys? bağlı olublar, ona görə də Bağlı istifadə olublar. edir. Burada da atlardan istifadə söhbəti var idi. Əslində yenə də başdan baxsaq, rit teması ümumiyyətlə getməyib. Xarakterika teması gedib. Xeyr. Xeyr. Doğa tələbələr bizi bu ilə qarşılayır. Atların insanlara bağlılığını xarakterika məsələsində deyirlər. Deyirəm ki, dostum, xarakterika məsələn bir dəfə tələbənin biri bunu səhv eləyəndə izah elədim, başa düşdü, sağ olsun. El tərəfi var ki, dirəşiklik yox. Deyirəm ki, xarakterika insanın öz beynində olan davranışlarıdır. At və insan davranışı eyni ola bilməz axı, düzdür? Biri heyvandır, biri insandır. Ona görə də heç vaxt gedə bilməz. Ad rol söhbəti yoxdur. Konflikt, müharibə teması var idi. Amma baxın, qəs, faytı görürsünüz. Mhm. Amma Sadəcə tək, bir hissədir də. amma biz, əhsən sizə qəs. Əla, deyəsən sizə alınacaq ümumiyyətlə. Hamınıza. Niyə görə? Çünki burada təkcə bir söhbət getmir axı. İşlər gedir, oyunlar gedir, ticarət gedir, səyahət gedir və s. və ilaxır. Sonra nə gəldi? Bris getdi, amma burada nə söhbəti var? A wide range of nə qəs? Uses. Used for domestic horses. Aso. Amma burada çox var tələbələr 9-u gəlib seçir. Açıq deyəcəm sizə. 90% mən bunu rastlaşdım tələbə qruplarında müəyyən bir qismi gəlir transportu götürür. Səbəb də niyə görə? Çünki deyir ki, müəllim, bu ticarətdə də, səyahətdə də, döyüşlərdə də bu transport olunur. Deyirəm, transport o demək deyil ki, transport sadəcə nəyisə hardansa harası daşıyır. Ya insanlar daşıya bilər, düzdür? Ya da ki, hər hansı bir maldır, əmtədir və s. və s. Amma burada tək bir söhbət getmədi də. Həm işdə, həm ticarətdə, düzdür, qəs? Həm də nədə? İşlərdə və yaxud da döyüşlərdə istifadəsindən söhbət gedir. İndi guys, bu variant var ha, bu C paraqrafı. Bunu buraxıram sizə. 2 dəqiqədən sonra cavab alacağam. Yaxşı? Mən bunu demirəm artıq. Buyurun. 1 dəqiqə oxuyun, sonra qaldıracağam sualı yuxarı. Yaxşımı?
Guys, oxudunuz? Bəli. Bəli. Aha. Sadəcə hamı cavabını zəhmət olmasa bildirər. Yəni kimsə səhv edəcəksə də bir problem yoxdur. Cavab nə olacaqsa deyərsiniz. İkinci. Deyim, problem yoxdur. Axırda hə yoxla bağlı axırda deyəcəm. Ləman İsmailova 2. Aha. Məncə də ikincidir. Nədir? İkincidir. 2. Sonra digər tələbələr. Məncə də. Elcan 2. Digər tələbələr. İki. 2. Niyə 2 aldınız? Hamınız 2 almışsınız bəs. Digər tələbələr. Dur kim var idi? Bir nəfər gözümdən qaçıb edə bilir. Yoxsa yox. Yox düzdür. Hə, şey. Guys, 2-dir. Səbəb niyə 2-dir bəs? İnsanların atları bir növ cinslərinin dəyişməsi, onları bir növ inkişaf etdirməsi kimi nəzərdə tuta bilərik məncə. Behavior söhbəti, bəli, davranış. Mən əslində birinci cümləni görən kimi açıq deyəcəm sizə. Bir də görə bilərsiniz ki, Hindistanların videolarına baxsaz, bu IELTS məsələsində onlar düzgün deyəcəm. Yəni bilmirəm, baxmısınız onlara yoxsa yox. Yeganə millət ki, şablon tiplər vermirlər də, şablon strategiyalardan uzaqdırlar. Məsələn, bir də görürsünüz ki, bir mətndə, məsələn, bir dənə cümlədən tapılacaq. Məsələn, elə birinci cümlə. Əslində qayda qanunla gedəndə birinci cümlə bizə nə deyir? Elə açar sözü verir ki, bax, burada nədən söhbət gedir? Davranışlardan, düzdürmü? Ona görə də guys, mən sizlə tamamilə razıyam. Bəli, burada nədən söhbət gedir? Behavior söhbəti. Behavior söhbətinə də uyğun olaraq sinonim hansıdır? Characteristics. Ay, sağ olun guys. Bu D variantında 50-50 qala biləcəyimiz sual cavabı olacaq. Birinci cümlədə nədən söhbət gedir? 3000 əvvələ qədər, düzdürmü? Atlardan nə olub? Döyüşçülər deyil. Aha, döyüşlərdən söhbət getdi. Aşağıcı cümlədə nə deyir bəs? Yəni deyir, insanlar daha bu tanklar və sair kəşf edənə kimi də onlar yenə də taktik döyüş Atlardan istifadə edirlər. Bəs burada bir və son bağlıdır məna cəhətdən. bəli. Aha, bağlı deyirsiniz Xədir xanım, düzdür? Məncə bağlıdır. Bəli. Birdə də onların, yəni atın üstündəki döyüşçünün Hə. dən danışır, sonda da. Bunun cavabı yəqin ki, məlumdur bizə. Gəlin baxaq. Gəlin baxaq. Bunun cavabı yəqin ki, bizə məlumdur. Düzdür? Hə? Vermək olar. Bəli. Playing such a less essential Bundan role var 3. Aha. Baba bunu deyirdim. Hə, gəldi. Orada by gun falan deyir. Məncə ona görə bu daha Nərmin xanım sizdə o deyən, düzdür? bəli. Nərmin xanım, deməli bunu elə niyə görə dedim? Çox vaxt tələbələr üçüncü cavabı götürürlər. Doğru cavab deyil əslində. Amma burada nəyə göstərmək istəyirəm? Burada da variantlardan 3 dənə olur həmişə cavab. Demək olar ki, biri 10% doğrudur, biri 90, biri 100%. Burada cavab əslində qayda qanundan konflikt temasıdır. Amma gəlin baxaq. Əslində qayda qanundan götürəndə birdə atların tam istifadəsindən söhbət gedir. Amma axırıncı cümlədə neyiniyib atları biraz neyiniyib guys? Zəiflədib, düzdür? Bəli. Ay sağ ol. Ona görə də neynəməliyik? Biz gəlməliyik orta hissələrə ki, bu orta hissədə hansına daha çox fokuslanacaq. İndi bu deyəcəyim fikir bəlkə də sizə biraz qəribə gələ bilər ki, amma bu sadə bir taktikada olsa sizə çox kömək olacaq. Bir də görəcəksiniz ki, hə, birinci cümlədə atların mühümliyindən söhbət gedir. Axırıncı cümlədə nəyindən söhbət getdi, guys? Biraz o mühümliyin düşməsindən, düzdürmü? Deməli, burada belə bir məsələ var. Ona görə də biz nə etməliyik, guys? Yəni, bir-birinə təzad olan iki cümlənin orta hissəsini oxumalıyıq ki, orta hissəsində həqiqətən nə verir? Guys, təxmini olaraq orta hissəsində
üstünlüyü var, yoxsa qeyri-üstünlüyünə söhbət gedir? Məsələn, Üstünlükdən change söhbət balans, gedir balans burada. dəyişdi yazılıb ora. Aha. Yəni atların artıq without horse, Ə, yəni azalıb da atların istifadəsi. Əksinə məncə burada üstünlüyündən danışır. Çünki deyir ki, bəs atlar daha böyük avantaj sağlayırdı onlara. Ay, sağ ol. Eynən. Əslində deyir ki, onlar arasında olan şey dəyişir və insan o deyir atların deyir yüksək advance-ləri yaranır və deyir hər iki tərəfdə atlar olanda neynir əslində? Burada o atları bir növ nə kimi gətirir qələmə verir? Əslində müsbət bir şey verir. Sadəcə bir dənə neynir? Gəlir axırıncı cümlədə atların biraz yəni deyir o şeylər kəşf olunana qədər, kəşf olunan sonra atların düşməsindən söhbət gedir. Yəni burada açıq danışanda atlardan üstünlüyündən danışır, yoxsa mənfiliyindən? Üstünlüyündən. Üstünlüyüdür. Yəni burada play essential rolunun aşağı olması düzgün verilə bilməz, düzdürmü? Çünki cəmi cümlətanı bir cümlədə onun adını çəkir. Vəsiyo. Baxın, mən həmişə deyirəm, guys, paragrafda 4 cümlə var, düzdür? Baxırsınız ki, 3 cümlədə, məsələn, Coca-Cola'dan misal gətirir, bir cümlədə Fanta'dan. Siz hansına fokuslanacaqsınız? Coca-Cola'ya. Düzdürmü? Bəli. Aydındır. Bəli, aydındır. Kiməsə aydın deyilsə bir də izah eləyə bilərəm. Ümumiyyətlə yenidən izah etmək mənim üçün problem deyil. Yəni o şeydə də narahatçılıq olmasın. Yəni bir və sonda atın fikir versəz təzadından söhbət elədi. Birinci cümlədə okey danışdı, amma axırıncı cümlədə nə etdi? Biraz yıxdı, sürüdü. Ona görə də gəlməlisiniz, deyinəməlisiniz. Bax, əslində bir və sonuncu cümləyə görə mən Nərmin xanım səhv eləməyinə görə heç nə demirəm, normaldır. Çünki dediyim kimi o bir və son çaşdırdı burada bizi. Bayaq dedimi, bir və son bir-birinə təzad olacaqsa biz orta hissəni də oxumalıyıq. Lap A paraqrafında demişdim yadınızdasa, ya da B paraqrafında. Burada əslində A bir və sonu götürəndə budur cavab. Düzdürmü? Amma bir və sonda da məna bir-birinə bağlı deyil. Mən ona görə bu taktikanı öyrədirəm ki, guys, çox vaxt tələbələr gedib bir və sona görə cavab tapır. Bir və son məna cəhətindən bağlı deyilsə, orta hissəni oxuyub cavab tapın. Amma bir və son məna cəhətdən bağlıdsa, yəni orta hissəni oxumağınıza ehtiyac yoxdur. Normalda da 6-7 dənə heading tipində ən azından 80% də olmasa bir 70-60%-i bir və sonuncu cümlədə cavabı tapa bilərsiniz. Aydındır, guys? İndi müəllim, biz o Bəli. üçüncünü götürməmə səbəbimiz odur ki, orada atları tərifləyir, ona görə deyə bilmərik. Less Bəli. essential role Çünki oynayır. baxın, Ayson, birinci cümlədə atlara üstünlüyü verdi. Axırıncı cümlədə atların biraz rolunun aşağı olmasından söhbət getdi. Düzdür? Çünki orada təzad yaratdı. Bizə neynədir? Getdik ortada oxuyaq ki, görək ortada atların üstünlüyünə çox gələcək, yoxsa aşağılığına. Ortada da oxuyanda hansına daha çox misal verdi? Daha çox üstünlüyünə. Üstünlüyü. Hı hı. Ayson, ona görə də biz üstünlüyü götürdük. Amma ortada əgər desəydik ki, atlardan istifadə azalıb, nə bilim, atlar o qədər də müharibələrdə istifadə olunmuyor falan, onda üçüncü cavab doğru olacaqdı, qəs. Başa düşdünüz? Bəli. Əlasız qəs. Qəs, tez i paraqrafını oxuyaq. İ paraqrafında maşallah elə də çox böyük bir paraqraf deyil. Amma yenə də son bir və sonu tətbiq edə bilərsiniz. Qəs, birinci cümlədə nədən söhbət gedir? Atlar güc yaratdı. Atlar Güc güc üçün. yaratdı. Aha. Atlar yaradılıb güc üçün. Düzdürmü? Belə rol desək. Sonuncu cümlədə nədən söhbət gedir, guys? Artıq agriculture-dan danışır. Aha, niyə agriculture-dan deyirsiniz? Orada livestocklar, yəni gündəlik qidanı Gündəlik qidadan söhbət mənimsəmək. edir. Cultivate, əkib becərmək, yəni belə. Əslində bir və son məna cəhətdən bağlıdır, guys. Bəli. Xeyr. Necə, guys? Kimsə nəsə dedi qıraqdan elə bil, yoxsa? Xeyr. Mən Bir və- xeyir demişdim. Aha, bir və son bağlı deyil. Təxmini olaraq tutuzdurmaq biraz çətin ola bilər. Ona görə də axırıncı hissənin, orta hissənin də zəhmət olmasa oxuyaq. Orta hissədə nədən söhbət gedir, guys? Atın gücündən, Atların kimisinin gücündən gücləndiyindən. Aha. sürətli olmalarıdır. Çətin Sürət. tapşırıqları, yüksək sürətlə həll etmələrindən. Aha. İndi maraqlıdır. Nə cavab götürəcəksiniz burada?
İndi ortaq Yuxarıya qayıda bilərdim. Bir Hə, dəqiqə cavablarına. başlıqlara baxaq. Aha, başlıqlara baxaq. Buyurun. Bu da başlıqlar. Bir ola bilməz bu. Birdən ümumiyyətlə söhbət getmir. Bir getdi. İki cavab kimi seçilib deyə ümumiyyətlə seçə bilməliyik. Az rol oynamaq teması ümumiyyətlə yoxdur, guys. Rol da desək. Mən agriculture bəyəndim. Mən də indi axırda cavabını deyəcəm. Sadəcə maraqlıdır ki, digər tələbələr də hamı cavablarını desin. Baxaq. Mənə də elə gəlir ki, elə bir o uyğun qalır ən axıra. Ən Məncə də axırıncısında 7. hə, o uyğun qalır, guys. Başqa heç bir variant. Bence de. Cavab nədir, guys? Agriculture məsələsi, düzdür? Ben, ben. Ay, sağ olun. Əslində orta hissədə, amma orta hissədə əslində birisi necə, guys? Orta hissədə izahlar verir ki, onlar ə, ağır yükləri daşıyır, cəhdlər və çətin tapşırıqları uyğun yaxda eləyə bilirlər. Ona görə də cavab nədir, guys? Bildiyimiz uyğun bir variant. Guys, F variantını sizə buraxıram, guys. Buyurun. Haydi meydan. Bu şeytan, bu da meydan. Diqqətli olun amma, guys. Yəqin ki, elə buna travel variantı uyğun gələcək. Bəli, yəqin ki. Qoy uşaqlar da, yəni hamı baxsın, çevirəcəm. Hə, guys. Nədən söhbət getdi? Traveldan, daşınmadan söhbət gedir. Transport. Doqquzuncu, transportun ideal forması. Transportdur, guys, bəli. Axırıncı variantdakı bilinəcək nədir? Burada, deməli, guys, fikir versəz, 3 gedir elə axırıya, axırıncıya. 3 niyə deyirsin, guys? Səbəb nədir? Bax, məsələn, söhbət Bax, nədən gedir? Bir dəqiqə cavablara baxa bilərik müəllim. Ay yox, deyir hələ still part of our lives. Yox, 3 getmir. Well, Üçdə deyir ki, yəni əvvəllər döyüşdə istifadə olunurdusa, indi daha çox idmanda belə şeylərdə istifadə olunur. Əslində hə, yəni bir növ elə bir deyir ki, onlar artıq şeydə daşınılmır, amma deyir hələ də onlar həyatımızın bir hissəsidir və 58 milyon ildən söhbət gedir. Yəni qayda-qanuna götürəndə bir növ həm yüksəldir, həm də neyinir, guys? Həm də aşağı gedir. Baxırsınız ki, həm də ki rolunun biraz azalmasından söhbət gedir də, düzdür? Düzdür. Həyatımızın bir hissəsidir. Baxın, guys, deyəcəksiniz ki, müəllim, bəs bayaq dediniz ki, təzad ifadədə belə olur. Qanunla götürəndə, guys, birinci cümlədə başlayır ki, onlar artıq battle-larda falan istifadə olunmur, yəni döyüşlərdə falan. Amma deyir, həyatımızın bir hissəsidir. Düzdür, istifadə olunur. Amma əvvəlki qədər artıq istifadə olunmur. İndi məsələn, atla döyüşə gedən bir ölkə var ümumiyyətlə? Xeyr. Əslində yox. Yəni sadəcə biraz rolun aşağı olmasına söhbət edir deyə. Cavab nədir? Üçüncüdür. Guys, bura qədər hər şey aydındır. Sualınız varmı? Xeyr müəllim. aydındır hər şey. Çox yaxşı. Guys, burada bizim baş bəlalı, doğru, düzgün, yanlış olmayan sual tiplərimiz var. Yəni bunlara deyirlər true false sınaqçığınlar. Deyərdim ki, bəzi tələbələrin ən çox qorxduğu yerlərdən biridir. Səbəb də nədir? Səbəbini deyim. Deməli, tələbələrin ən çox qorxduğu yer niyə görə bu olur? Ya düzgün diqqət verə bilmirlər, ya düzgün metodika ilə yanaşa bilmirlər, ya da ki, düzgün otuzdura bilmirlər. Yəni, səbirsiz olurlar. Çox üzr istəyirəm. Məsələn, burada 3 dənə sual var. Düzdürmü, guys? Əslində biz Cambridge-in real qaydasına, real kitablarına, real mənbələrinə baxsaq, Cambridge bizə deyir ki, əgər 3 dənə sual verirəmsə sənə, bunun biri true, biri not given, biri də false çıxmalıdır.
Yəni hərəsindən bir dənə olmalıdır. Sağ olsun bizim tələbələrdə qınaya bilmərəm. Çünki bəzi hallarda mən də görmüşəm. Real testlər olub ki, guys, açıq deyəcəm. Məsələn, biri true çıxıb, biri false, digəri də true çıxıb. Amma onlar Cambridge-dən biraz kənar tiplərdir. Yəni bunun burada birinci tipim ondan ibarət ola bilər ki, normalda birinci ilk 3 dənə sual varsa, ümumiyyətlə də true false side ümumiyyətlə 3 dənə sual varsa, birin true tapdınızsa, birin false tapdınızsa, digərinə vaxt aparmayın, guys. Əgər əminsinizsə, true və false doğrudursa sizin üçün, o birisinə not given atın, ən azından 1 dəqiqə yarımınız cibinizə qalır. Başa düşdünüz? Ona görə də guys, suallarda birinci taktika bunu istifadə etməlisiniz. İkinci taktika nədən ibarətdir? Bu sözümün arxasındayam, deyib də arxasındayam. Çünki illərdir bunu sınayıram, həmişə də düz çıxır. İnşallah ki, yanılmarım. Birinci sual görürsünüz, düzümü? Bu birinci sualı hələ tapmamışam cavabını. Göstərəm. Burada neçə dənə paraqraf var? 4 paraqraf, 7 dənə paraqraf var. Düzdür, guys? Mən həmişə bir sualım var. İndi burada biraz ola bilər kiminsə məlumatlı ola bilər, onun üçün yeni olmayacaq, amma kimlər üçün yeni ola bilər. True false aid olan birinci sual var idi, 8-ci sual deyirəm. Əgər o ilk 3 paragraf ətrafında tapılmadısa, onu gəlib 4-cü paragrafda axtarmağınıza ehtiyac yoxdur. Avtomatik olaraq cavab not given-dir. Başa düşdünüz? Əgər true false aid suallar ilk 3 paragrafda varsa, deməli birinci sualdan söhbət gedir. Bax, bu sual qəz. Əgər bu birinci sual var ha, bunun cavabı ilk 3 paragrafda tapdınızsa, ya true'dur ya da false olma ehtimalı daha çoxdur. Tapmadınızsa, not given yazın. Yaxşı, aydındır bura qədər. Bəli. İndi gəldik guys. Guys, bunun vaxtı bitir. 3 dəqiqə fasilə edib atıram linki. Yaxşı. Tamam mı? Siz Oldu də mənim. Bəli. biraz beyninizi fasilə elətdirin. Fasilə elətdirin ki, atıram indi. Bir dənə video recordingi saxlayım.